Qəbir nə deməkdir? Qəbrin bir zahiri mənası var və o da həmin çuxurdur ki, insanın meyiti, yəni cəsədi orada dəfn olunur. Quran meyitin bastırıldığı bu çuxur, qazılmış yeri qəbir olaraq adlandırıb. İnfitar surəsinin 3-cü ayəsində oxuyuruq və izəl quburu bu'sirat, yəni qəbirlər altı-üst edildiyi zaman. Lakin bəzən bu torpaq qəbir Quranda əcdəth kəlməsi ilə verilib ki, cədəth sözünün cəmidir. Qəmər surəsinin 7-ci ayəsində oxuyuruq. Xuşşəğən əbsaruhum yaxrucunə minəl əcdəthi kəənnəhum cəradun munteşir. Yəni gözləri zillətlə aşağı baxan halda qəbirlərdən çıxarlar. Elə bil ki, onlar səpələnmiş çəyirtkələrdir. Bəzən isə bu qəbir mərqəd sözü ilə işlədilib. Yasin 52-də oxuyuruq. Qalu ya veylənə mən bə'əsənə min mərqədinə həzə mə va'dər-rəhmənu və sadaqal mursəlun. Onlar deyəcəklər, vay halımıza, bizi yatan yerimizdən kim qaldırdı? Bu, Rəhmanın vəd etdiyi şeydir və Peyğəmbərlər doğru demişlər. Tez-tez mənə bunlar boş şeydir, öldükdən sonra heç nə yoxdur yazırlar. Əzizlər, belə bir şey olsa nə baş verəcək? Qəbrin ikinci mənası isə ruhdur. Çünki qəbir sorğu-sualı hamı üçün mövcuddur. Baxmayaraq ki, bütün insanlar torpağa dəfn olunmayıblar. Bəzilərini yırtıcı heyvanlar parçalayıb, bəziləri odda yanıb, bəzilərinin cəsədləri başqa yollarla aradan gedib. Axı, bu adamlar da sorğu-sual olunmalıdırlar. Bəs qiyamətə qədər bu ruhun başına nə gəlir? İndi burada qəbir necə olacaq? Deməli, burada torpaq qəbirdən əlavə də bir qəbir olmalıdır ki, hamı üçün keçərli olsun. Buna görə də ruhun qiyamətədək bərzəxdə olduğu deyilib. Bəzən dini mətnlərdə qəbir deyərkən bərzəx aləmindəki ruh nəzərdə tutulur.